Salam əziz izləyicilərimiz, necəsiz? Bu günlərimi elə duşdan çıxıb makyaj edərkən istədim sizə uzun-uzun bir dənə tanışlıq hekayəsi, vlogu paylaşım. İnşallah ki videomuzu bəyənərsiniz. Həmişə TikTokda, Instagramda, hər yerdə aldığım ən çox suallardan biri odur ki, yoldaşınızla necə tanış olmusunuz? Yoldaşınıza yaraşmırsınız. Və ən çox eşitdiyim söz budur ki, siz heç yaraşmırsınız bir-birinizə. Birinci buna açıqlama verim, sonra tanışlıq haqqında danışım. Əgər insanları görünüşünə görə dəyərləndirsək, həqiqətən də onda həyatın heç bir marağı olmaz. Və insanları görünüşünə görə qətiyyən dəyərləndirmək olmaz. İnsanları xarakterlərinə görə dəyərləndirmək lazımdır. Xoşbəxt ola bilirsənsə o insandan, o səni yaxşı yaşada bilirsə, səni daim xoşbəxt edə bilirsə, anlaya bilirsə, məncə elə onun yanı ən gözəl yerdir. Keçək tanışlığa. Mən oxuyurdum Şirvan kollecində. İlk dəfə mən 2 kollec bitirmişəm. Bu arada universitet xəyalım hələ də alınmır. Bu il alınacaqdı, amma qiyabiyə gedə bilmədik. Qiyabidə yer olmadı. Yəni yoldaşım icazə vermədi. Şirvan kollecində oxuyurdum və ikinci semestrin tətilinə evə gəlirdim. Çünki imtahanlara qayıdacaqdıq. Evə gəldim. Və evimizdə artıq hər şey həll olunmuşdu. Mamama zəng gəlmişdi, mamamla danışılmışdı. Yoldaşım, yəni bizim uzaqdan qohumumuzdur, çox uzaqdan. Belə tanışdığımız da var, yəni əvvəldən tanışdıqlar var. Babalarımız, nənələrimiz belə bir-birlərini tanıyırlar, yəni o şəkildə. Və belə bir şey deyim ki, qızlar, artıq evdəkilər bilirdilər, mamam razı idi, mamam tanış qohum olduğunu biləndə daha arxayın düşmüşdü. Və mən evə gəldim tətilə. Mama mənə bunu dedi. Birincisi ikna etdim. Heç bir şəkildə olmaz dedim. Qətiyyən istəmirəm dedim. Mən karyera düşünürəm dedim. Hamının o düşündüyü o karyer. Və karyer düşündüyümü dedim. Alınmadı. Nəysə ki, mamam dedi ki, ən azından düşün. Səhər gün kəndə gedirdik nənəmgilə. Bu söhbət nənəmgildə də açıldı. Nənəm, dayım hamı bildi. Və yenə də narazılığımı bildirdim. Mamam dedi ki, ən azından bir dəfə də olsa görüş, tanış ol, danış. Bəlkə ürəyinə yatacaq. Neysə, bu fikrə məni gətirə bildilər, bacardılar və mən yoldaşımla görüşdüm. Mingəçevirdə sahil kənarında görüşdük. İlk gün mənə çox gözəl günlər alıb gətirmişdi. Çox mükəmməl idi. Və qızlar, görüşdük, oturduq, söhbət elədik. Gördük hava istidir, gündüz vaxtı idi. Dedik keçək bir belə deyim, restorana. Mingo, yəqin ki Mingəçevirdə yaşayanlar bilirlər. Mingo kafedə oturduq. Başladıq söhbət eləməyə. İlk öncə nələr söhbət eləmişik, açıq deyə bilmərəm, yadımda qalmayıb da, amma belə söhbətlərimiz olmuşdu ki, mən dedim ki, bilirsiniz ki, mən oxuyuram və təhsilimi ailə qurduqdan sonra da davam etdirəcəm, hətta işləyəcəm. Hətta orada belə demişdim ki, mənim Instagram, TikTok hesablarım olacaq. İlk gündən bildirmişdim yoldaşıma bunu və o da heç bir şəkildə narazı olmadığını bildirmədi. Yəni qətiyyən narazıçılıq olmadı, hörmətlə, anlayışla vurğuladı hər şeyi düzgün. Sadəcə bir şey orada mənə dedi ki, bilirəm ki 2 məktəb qurtarmısan, kontaktında 2-3 dənə qrup yoldaşı, nə bilim də belə oğlan nömrəsi ola bilər və o qısqanclıq əlaməti idi, hiss elədim. Dedi çıxanda burdan yadıma sal demədi əslində. Dedi çıxanda burdan, burada harda Mingəçevirdə dedi nömrə alışı, satışı yeri varsa məni ora apar. Tanımır tam da Mingəçeviri, Bərdəli olduğuna görə. Dedim tamam. Dedim nəyinə lazımdır ki, heç nə demədi. Getdik mənə bir nömrə aldı və nömrəni verəndə mənə bir söz dedi. Dedi ki, get düşün. Əgər elçilərimin sizə gəlməyini istəyirsənsə, bu nömrəni tax, bu nömrə ilə mənə zəng vur. Gətirdi məni elə kəndə nənəmgilə qoydu. Kəndə getdim, evdəkilərin hamısının tepkisi, hamı məni maraqla gözləyir ki, nə fikirdəsən, nə qərar verirsən. Və o anda belə hələ heç nə düşünmürdüm. Həqiqətən də heç nə düşünmürdüm. Həmən gün nömrəni taxmadım telefonuma. Hətta 3 gün taxmadım telefonuma. Düşündüm, fikirləşdim. 3 gün tamamilə özümlə təkbətək qaldım ki, niyə bəs valideynlərim mənə onu məsləhət bilirlər? Nə üçün?
Və həqiqətən də gördüm ki, hardasa haqlıdırlar. Çünki tanışdır, qohumdur, ətrafda olanlar, ətrafda yaşananlar, eşitdiklərimiz, gördüklərimiz, yəni ən azından qohum olması bizə biraz da olsa kömək olurdu, təsəlli olurdu ki, yəni belə deyim də, can rahatlığı valideyn ən çox nəyini istəyər? Balasının xoşbəxt olmağını və anam o cəhətdən biraz rahat idi. Nəysə ki, belə qızlar, 3 gün sonra telefonuma taxdım nömrəni və evdəkilərə belə fikrimi demirdim. Telefonuma taxdım nömrəni, bir kəlmə yazdım ki, salam, mənəm Asya. Üstündən bir 10 dəqiqə keçmişdi, yazdı salam, bildim. Nə zaman istəyirsən elçilərim gəlsin? Bu şəkildə yazdı Framoy. Mən də dedim ki, ailələr məsləhətləşsin, kimə nə vaxt uyğundursa onda. Və bizimkilər məsləhətləşdilər. İyunun 2022-ci il iyun ayının 11-nə saldılar elçilik tarixini və elçilik oldu. Ondan sonra isə elə elçilik günü toy danışıqları baş verdi. Mənim qaynatam Rusiyaya gedəcəyinə görə mənim toyum acilə düşdü, təciliyə düşdü yəni. Və iyul ayının 5-i mənim qız toyum, iyul ayının 15-nə isə oğlan toyumun vaxtı təyin olundu. Həmən ərəfədə isə mən imtahanlara getməli oldum. Yoldaşımla o qədər də nə görüşüb tanış ola bildik, nə söhbətləşə bildik. Sadəcə imtahanlar qutarandan sonra toyuma bir həftə qalmış qız toyuma gəldim Mingəçevrə. Və o ərəfədə ancaq qaça-qaçla xonça seçimi, gəlinlik donu seçimi, hər şeyim bir yandan qaça-qaçla olmuşdu. Amma ki, gözəl olmuşdu. Yəni, heç nəyə yoldaşım istinad eləməmişdi. Hər şey mənim istəklərimə uyğun, mənim arzularıma uyğun gedirdi. Hər şey, seçimlərim belə, xonça seçimlərimdə belə, paltar seçimlərimdə belə hər şeyə hörmət qoyurdu. Və ona görə də həmişə deyirəm ki, bugünkü gündə qızlara ki, bəs, məsələn, görünüşünə görə seçdiyiniz insandan xoşbəxtlik görmürsünüzsə, onu görünüşünə görə dəyərləndirməyin. İnsanlar görünüşünə görə dəyərləndirilməz. İnsanlar xarakterinə görə dəyərləndirilər. Bugünkü gün mənim yoldaşım hər şeyimdən arxamda durub, hər sözümdən arxamda durub və həqiqətən də bir az da olsa xoşbəxtçilik yaşayıram. Belə deyim, evladım var, indi daha çox xoşbəxtəm. Ona görə də həmişə deyirəm sizə ki, yenə də deyirəm, dəfələrlə deyirəm, altını çizərək deyirəm ki, insanları görünüşünə görə dəyərləndirməyin, insanları xarakterlərinə görə dəyərləndirin, puluna, imkanına, varına, dövlətinə görə dəyərləndirməyin. Hər şeyi əl-ələ də verib başdan yaratmaq olar. Əsas odur ki, o evdə xoşbəxtçilik olsun. Əsas odur ki, bir-birinizin sözünüz, bir-birinizin boğazınızdan keçsin. Əsas odur ki, o sənə hörmət etsin, sən ona hörmət edəsən. Yəni belə qızlar, gördüyünüz kimi bizim ailə bir ayın içində yaranmış bir ailədir. Hər şey bir ayın içində və acələ ilə yaranıbdır. Ona görə də həqiqətən də tam səmiyyətimlə sizə deyirəm ki, gözəllik, görünüş boş bir şeylərdir. Əmin olun ki, ən gözəl xoşbəxtlik, yəni insanı anlayan insanla bir yerdə